əlvida. Bu son görüşdü, son vida. Əlvida məktəb, əlvida. Bu il Gəncə məktəblərinin 11-ciləri öz şagirdlik həyatlarının son günlərini daha rəngarəng etmək üçün yeni imkan qazanıblar. Beləcə, paytaxtda dəniz kənarında olduğu kimi, burada onlar Yeni Park Bulvar kompleksində Gəncəçay sahili boyu məzun gəzintiləri ənənələrinin əsasını qoyurlar. Gəncə bulvarının maraqlı və romantik ab-havası da buna imkan verir. Xüsusən sırf Azərbaycan romanı qəhrəmanlarının şərəfinə salınan Əli və Nino meydançası Gəncəli gənclərin ən sevimli məkanına çevrilib. Həyəcanla sevinirdik, evə gedəndə deyinirdik, nə gözəldir məktəb illəri. Sabah yeni həyatın astanasına addım atacaq bu gənclər də 11 il ərzində hər gün görüşdükləri dostlarla əlaqələrini daim qoruyacaqlarını bildirirlər. Uşaqlarla amma biz heç vaxt əlaqəmizi kəsməyəcəyik. Biz bir-birimizi çox sevirik. Hər gün indi dərsdən sonra biz əlaqələrimizi yaxşılaması üçün parklara gedirik, gəzirik. İnsan ən yaxşı dostları da 11-ci sinifdə oxuduqları, hər şey uşaqlıqdan böyüyə kimi birlikdə böyüdüklərimizi. Beləcə, öz kövrək hiss və arzuları, gələcəyə bağladıqları böyük ümidləri ilə bu məzunlar onlar üçün çalınacaq son məktəb zənginin görüşünə gedirlər. 2016-cı ilin iyunun 14-də Gəncənin 46 orta məktəbinin 2400 nəfərədək məzunu üçün son zəng səslənəcək. Zakir Muradov, Nazim Quliyev, Gəncə Space.